Arıqlamaq üçün yeməyinə diqqət et, idmana get. Mən artıq idman etmirəm. İç orqanlarını yaşlandırır. Bədən şəkilləndirməyə ehtiyac yoxdur. Özünüzü öldürməyin. İKES sahilin məlumatına görə bu sözləri aparıcı Xoşqədəm Hidayət qızı sosial şəbəkədə canlı yayımda deyib. O bildirib ki, bir çoxları çəki atmaq üçün iynə vurur. Bu isə sağlamlığa ziyandır. İynə çox yararsızdır. Bugün tanıdıqlarım, hətta məşhurlar içində onu edən var. Onlara yazığım gəlir. O iynə onların axırına çıxacaq. Göbəkdən vururlar. Fatih Ürək də hazırda komadadır iynəyə görə. Çox idmanla məşğulayım. Vallahi bədən şəkilləndirməyə zada ehtiyac yoxdur. Özünüzü öldürməyin ay əzizlərim. Amma mən o iynəni deyirəm ki, o iynə çox yararsızdır, çox. İnanın mənə, bugün mənim də tanıdığım, hətta tanınmış insanların içində də bunu edənlər var. Çox yazığım gəlir onlara. Həqiqətən yazığım gəlir. Yəni o iynələr onların axırına çıxacaq.